Dayanmadan Avropa siyasətini və dəyərlərini aşağılayan Əliyevlər ailəsi Münhindəki təhlükəsizlik konfransına qatılıblar. Bu konfrans çərçivəsində jurnalist Emin Hüseynov, İlham Əliyev və Mehriban Əliyeva bir neçə sual ünvanlayıb. Hər ikisinin cavabları da biri-birindən gülünc və özünü ifşa edicidir. Gəlin baxaq görək İlham Əliyev və Mehriban Əliyeva suallara necə cavab veriblər. Mehriban xanım, sual vermək olar ölkədə demokratiyanın durumu ilə bağlı. Mənim adım Emin Hüseynovdur, jurnalistəm. Qadın paltarında səfirliklə gizlənən insan sizsiz. Sizə can sağlığı arzulayırım. Cənab Prezident, müstəqil mətbuatın suallarına da cavab verə bilərsiniz, yoxsa yox? Dünyanı deyə bilmərəm ay İlham Əliyev, amma axı ölkədə sənin nə qədər müdafiəçin var ki, özlərinə müstəqil media maskası taxıblar. Onlar ölkədə demokratik dəyərləri təbliğ edən insanlara, mübarizə aparan insanlara qarayaxma kampaniyasını müstəqil media və dövlətçi mövqedən çıxış edərək edirlər. Sən bu cür deməklə o adamları niyə pis vəziyyətə salırsan? İndi məgər Rauf Arifoğlu, onun timsalında bütün telekanallar, qəzetlər, jurnallar, radiolar məgər müstəqil deyillər? Onda belə çıxır ki, sən həqiqətən də etiraf edirsən ki, bu adamlar sənin trollarındılar. Mən Emin Hüseynovun vəkili deyiləm. Bilmirəm Emin Hüseynov ölkədən qaçanda qadın ya kişi paltarında qaçıb, orada olanda hansı üst geyimində olub. Mən təkcə bir şey bilirəm ki, demokratiya ilə bağlı verilən bu sual çox gülünc və ifşa edicidir. Çünki adam istər-istəməz özünə sual verir. Bir ölkədə hansı bir mühit olmalıdır ki, hüquq mühafizə orqanları hansı bir vəziyyətdə olmalıdır ki, o insan hətta qadın paltarı geyinib ölkədən qaçmaq məcburiyyətində qalsın və bir ölkənin rəhbərliyi öz vətəndaşlarına qarşı hansı cür hücum etmək fikrinə düşmüşdür ki, xarici bir ölkənin səfirliyi bir jurnalisti xilas etmək üçün ona öz səfirliyində sığınacaq versin. Varmı belə bir nümunə Avropa ölkələrindən? Məsələn, Fransa vətəndaşı Makrondan qaçmaq üçün hansısa bir ölkənin səfirliyinə gedib sığınırmı? Və yaxud da Böyük Britaniyanın bir vətəndaşı öz dövlətindən qaçmaq üçün hansısa bir beynəlxalq təşkilatdan kömək istəyirmi? Yoxdur belə bir fakt. Bu da özlüyündə sübut eləyir ki, bizim hörmətli prezidentimiz və vitse-prezidentimiz suallara cavab verərkən belə ölkədəki vəziyyətin nə qədər mürəkkəb, gərgin olduğunu göstərir ki, baxın, bizim ölkədə hüquq yoxdur, ədalət yoxdur, müstəqil